Seyidşah İslamovun həyatından danışaq. Gəlin, a dostlar, biraz o illərdə dolaşaq. Keşməkeşli həyatı qəlbimizi göynədən, dinləyək hekayəsin bir gəncin əzab dolu, ibrətamiz, el üçün qəlbdən yanan dastanın. Müharibə başladı. 41-ci il idi. Kasıblıq, aclıq hissi bürüsə də hər yeri, Seyidşahın vətənə ümidi itməmişdi. O cəbhəyə yollandı. Döyüşdə əsgər oldu. Onun vuran ürəyi qələbə ilə doluydu. İnanırdı sabahın xoş saatı gələcək. Bax, o zaman hər kəsin üzü mütləq güləcək. Ümidini qırmadı. Hər əzaba dözərək, sevgi dolu qəlb ilə vətəninə dönərək, xalqın gələcəyinə, xoşbəxtliyə inandı. Həyat eşqi bu gəncin xəyalı ilə dolandı. Çalışmaqdan qorxmadı, hər ağır işə girdi. Yorulmadı heç zaman, istirahət bilmədi. Candan yandı qohuma, qardaşa, dosta, yada. Çəkinmədi heç zaman, atdı özünü oda. Dedi, odda yanmaram, dəryada boğulmaram. Həyatın ağuşunda yansam da küləklə sovrulmaram. Dediyi hər kəlmənin ağası bəyi oldu. El içində Seyidşah elinin bəyi oldu. Hörmətini gətirdi ağsaqqal, ağbirçək də. Sözü, kəlməsi onun bir həqiqət, bir gerçək. Söhbətin bu yerində əsl mətləbə keçək. Seyidşahın təpəri, cəsarəti var idi. Onun üçün çalışmaq sevimli adət idi. Zəhmət ilə çalışar, o hər işə alışar. Rəqib görməsə belə öz-özü ilə yarışar. Zamanla ayaqlaşar, bu həyatla barışar. Əziyyət çəksə belə yenə gülər, danışar. Kədərini, qəmini o içində saxlayar. Öz yükünü çiynində özü təkcə daşıyar. O kimsəyə yük olmaz, kimsəyə borclu qalmaz. İllərlə zəhmət çəkib dövlətə xidmət etdi. Qanunlarını sevdi, daima hörmət etdi. Vətəninə vətəndaş, o dosta əsl sirdaş. Ailədə, həyatda oldu vəfalı yoldaş. Sədaqətdə, dostluqda çatmaz ona bir kimsə. Kasıbların dayağı, kasıbların o dostu. Onu belə tanıdı bütün kənd, el, oba. Ayaq basdığı yerdə alışardı od, ocaq. Onun bu mərdliyinə, elə sədaqətinə xalq da qiymət verərdi. Çətinə düşən olsa dərdini söyləyərdi. Seyidşah da səbirlə hər kəsi dinləyərdi. Seyidşah ailədə zəhmli tələbkardı, cəsurdu.